Deməli, Cafe Life City'yə gələndə burada əzbərə bildiyimiz şirniyyatlar var. Hansı ki 7-8 şirniyyat var, onların aşiqi. Həmişə süfrəyə o gəlir, bir də çay gəlir. Mən bu dəfə sıcaq çikolata sipariş vermişəm. Bizim bir ildir bura gedib gəlirik. İlk dəfədir fərqli bir dad sipariş verdim. Ofisant onu masaya gətirəndə uşaqların üçü də şokoladın dalıca belə baxdılar ki, bu bizdən nə xəbərsiz özünə zakaz edib bizim indi xəbərimiz olur. Artıq çox geç siparişlər verilir. Hiç bilmiyorum şeydi bu. Bu Fudikin puding. Fudikin puding. Buranın isli şokolad. Buna həmişə ofuş içir, həmişə. Yəni uşaqlıqdan bu şokoladı kofe ilə böyüyüb. O da dedi neçə vaxt içmirəm bu günləri içim. Ofuşun özünün də xəbəri yoxdur şokoladlı. Mənim xəbərim var, yalan danışma. Tatlıdır. İsti şokolad. Ne gülüyorlar bunlar? Ne gülüyorlar? Nuş olsun. O da içinin şokolatında kalmayıp gözüm. Üstüm marshmallow bunda kalır. Gel. Ağzını salın sana. Tezele. Yandı da. Şu, siz geciktiniz uşaqlar. Nə qədər dava salmayıbsan onu götür iç. Əsat məbədi. Mən üçün bura tök, sən özün rahat iç. Rabi də belədir. Sən deyən oldu ki, sən gözlə, sən deyən oldu ki, sənə tökürəm, gətirib stəkan qoymuşsan. İndi əlimdən alıblar özləri içirlər. Bir qurtum içə bilməmişəm. O kofedir. Yox, kofe deyil, isti şokoladdır. Parça verəsən. Yo, dava düşsün İki axı. canlı olan mənəm, mən hələ içə bilməmişəm. Sənə kofe olmaz. Kofe deyil, isti şokoladdır. Fərqi nədir? Kofe rəngindədir. İndi gözləyək digər şirniyyatlarımız da gəlsin. Görək uşaqlar nə sifariş verib. Buna 10 üzərindən. Buna neçə puan Mən versən? 10 verirəm, çox dadlıdır. Rabiyə, sən 9 zat demə, bayaqda ondan içisən. Zarfat elə. Mən 10. 9.